Əziz və hörmətli müsəlmanlar, və bu kainat da əbəs yerə yaradılmayıb, göylər, yerlər əbəs yerə yaradılmayıb. Bu dünyaya gəlişinin bir mənası var ey insan. Sənin bu dünyaya gəlişinin mənası uca Rəbbinə ibadət etməkdir, uca Rəbbini razı salmaqdır. Allah səni kör yaratmayıb, Allah səni ağılsız yaratmayıb, Allah səni başıboş buraxmayıb, sadəcə sənə xatırladır. Bəzən insan inanmıram deyir, amma əslində hesabdan qaçmaq istəyir. Çünki insan məsuliyyət istəmir. Çünki iman etmək məsuliyyət tələb edir. Əgər iman etsən, məsuliyyətin olacaq. Bəzən insan iman etmir ki, çünki iman dəyişməkdir. Sən iman etsən, həyatın dəyişəcək. Sən iman etsən, haramlardan uzaq olacaqsan. Sən iman etsən, haram yeməyəcəksən. Sən iman etsən, oğurluq etməyəcəksən. Sən iman etsən, zülm etməyəcəksən. Və sən iman etsən, rüşvət almayacaqsan. Və sən iman etsən, zina etməyəcəksən. Yəni, iman insanı dəyişdirir, amma nəfs isə insanı pisliklərə əmr edir. Ona görə bəzən insan iman etmək istəmir, özün dəyişmək istəmir. Çünki iman insanı dəyişdirir. Bunu sən anlamalısan, bunu bilməlisən. Allah səni hər gün çağırır. Hər gün səni çağırır.